Salamlayıram hər bir kəsi. Çox sağ olun. Mənə də çıxış verdiyinizə görə minnətdaram. Hər bir Kürdəmir analarını salamlayıram. Şəhid analarım başda olmaqla hər birçilərimizi, şəhid sevənlərimizi, vətən sevənlərimizi hər kəsi salamlayıram. Və Vətən Sevənlər İctimai Birliyi adından mən də edirəm. Gəlmişik başdan sizi deyib gəlmişik, Muradı deyib gəlmişik. Murad bizim qəhrəman övladımızdır. Bütün demək olar ki, hər bir kəsin borcudur ki, Murad kimi oğulları, Muradı və Murad kimi oğulları hər zaman yad eləsin. Yəni soyuq bilməsin, isti bilməsin, xəstə bilməsin. Hər zaman onları gəlib yad eləmək bizim borcumuzdur. Məkanları, bütün şəhidlərimizin məkanları, cənnət məqamları uzaq olsun. Mən Kürdəmir şəhid analarını çox sevirəm. Ümumiyyətlə, bütün şəhid analarımızı çox sevirəm. Kürdəmir anaları mənim ictimai birliyimin əksəriyyəti üzvlərimdir. Yəni, Cəmafət anadır, Gülnar anadır, Vəfa bacıdır, sonra, yəni, ümumiyyətlə də belə çoxdur. Yəni, indi mən, Şahnaz bacım da mənim üzvümdür. Onu çox istəyirəm. Onun gənc olması mənim həmişə ürəyimə batır ki, deyirəm ki, çox gəncdir, yəni. İndi mən çox danışmayacağım. Öz ictimai birliyimizin adından fəxri fərman təsis etdirmişəm. Torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlər zamanı mənfur düşmənə qarşı vuruşaraq qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidimiz Eyyubov Murad Bəxtiyaroğlu tərəfimizdən təsis edilmiş Qarabağın və qələbəmizin simvolu olan Xarı Bülbül fəxri fərmanı ilə təltif edilsin. Bu fəxri fərmanı mən istərdim atıya təqdim edeyim. Bəxtiyar atıya. Allah məkanını cənnət eləsin. Salam. Allah sizin səbrinizi artıq eləsin. Yəni, yeri cənnət məqamı ucaq olsun. Yəni, siz tək deyirsiniz, bizim şəhid ailələrimiz, yəni belə hər biri çoxdur. Yəni onları da hər bir zaman biz ziyarətindəyik. Yəni siz tək deyirsiniz, biz də sizlərlənik. Allah yedi qalanlarını qorusun, cəm şəhidlərimizin məkanı cənnət olsun. Allah yəni sizi Allah səbir versin. daha bir də kədər-qəm nəsib eləməsin. İnşallah oğul toyuna, qız toyuna gələ qapılarımıza. Bir də mən ana üçün, yəni şəhidimiz bugün mövludu olduğuna görə Eyyubov Murad Bəxtiyaroğlu'nun mövlududur, dəyişməyən, cənnətdəki mövlududur. Biz Nəzər balamızı da heç zaman unutmuruq, hər zaman onun, yəni Nəzər Muradın qardaşıdır. Murad Nəzərin balaca qardaşıdır. Nəzər də Muradın böyük qardaşıdır. Ya bir yerdə, onlar cənnətdədirlər, cənnət qardaşlardır. Mən də bu şəkli ana üçün öz adımdan, yəni bilirəm ki, analar üçün ən əziz hədiyyə şəkildir. Yəni bütün analara yəni bunu mən verirəm. O cümlədən bu da sənə çatır. Bir də mən heç vaxt istəmirəm ki, bu anaların istərdim ki, özdə bu yaşlılara yenə sözüm yoxdur. Amma bu gənc anaları istərdim ki, onların örtəklərin dəyişək. Çünki mən çox istərdim ki, bax, sən örtək örtəsən, heç olmasa, yəni elə müəyyən günlərdə, yəni örtək mən istərdim analarım boynuna salıb. Bu götürün. Yəni sən çox Cavansan, sən çox gəncsən. Allah balon məkanını cənnət eləsin. Çox. Boynu atı belə çox. Keçən sizə gələndə olar. 11 parça oldu. Hər bir öz qızım gəldi gözümün qabağına. Yeni cənnət olsun. Məkanı cənnət məqamı olsun. Cəm şəhidlərimizdə. Cəmafət ana. Sən də danışarsın. Nəzərim anasıyam mən. Nəzərə söz. Əvvəlcə hamını mən də salamlayıram. Murad balamın mövludu demirəm mən. Ad günü deyirəm. Mövlud mənə o qədər ağır gəlir ki. Ancaq ad günü deyəndə elə bilirəm, həqiqətən balamız dünyaya bugün gəldi. Bəli, gəldi. Mən Nəzərə tapşırmışdım, Nəzər. Yanında boş yeri var. Qoyma uşaq gəlməyə. Qoyma körpə bala gəlməyə. Nəzər sözünün üstündə durmadı. Muradın yanına çağırdı. Ona körpə qardaşım dedi. Bəlkə onun qayğısına Nəzər cənnətdə də qayğısına qalır. Onun qulluğunda durur. İstisin soyuğun gözləyir balamı. Əziz analar, əziz atalar,
Əziz şəhid istəyən dostlar, qohumlar, tanışlar, bir daha gözəl balamızın ad gününü təbrik edirəm. Allah analara, bacılara, bolluca səbir versin. Bəli, onlar getdilər, yenə qayıtdılar. Getdiyi kimi gəlmədilər. Bəli, getdiyi kimi gəlmədilər. Deyir ki, əlvida demədi, o salam dedi. Dönərəm ulduza, dönərəm aya, dönərəm yurduma bir bahar dedi. Ancaq bizim balalarımız yurtlarına döndülər. Ancaq belə döndülər. Allah sizə yenə qəni rəhmət eləsin, körpə, əziz balalarımız. Amma bir daha bütün anaları sənin alnından öpürəm. Mən sənin elə bir ananam. Mənim bu yaşımda, yaşım az deyil. Nəzər məni tənha qoydu. Mənə ana deyən yoxdur. Bəli, yoxdur. Heç kim mənə ana demir. Ancaq mən 2 dənə körpə balam var nəvələrim. Onlar mənə deyir. Allah heç kimi balayla imtihanı çəkməsin. Amin. Sağ olun. Sizə də öz minnətdarlığımı bildirirəm ki, bu ağır gündəyim. Bizim yanımızda olursunuz əzizlərimiz, əziz jurnalistlər, İttifaq birlikləri, hamınıza, bax sənin adından da gözəl bacım, mən teşekkür ederim. Sağ olun. Çok sağ ol Cəmaət ana. Nəzər anası, mən də sənə bir şey deyim ki, deyirsən Nəzərmə ana deyənim yoxdur. Şəhidlərin anası, elə vətənin anasıdır. Elə hamı sənə ana deyir də, Cəmaət ana. Sən bu vətənin anasısan. Elə hamımızın dilində sən qəhrəman Nəzərin və xalqın anasısan. Bəli. Demək, elə hamı sənə ana deyir. Nəzərin dilindən deyir. Həyecanlanırsan. Həmişə Nəzər bayramlarının 2-ci günü gələrdi. Yanvarın 2-ci günü, səhəri günü, ayın 1-də. 31-i bayram idi, biri günü. Mən ayın 2-si, 3-ü gözlədim ki, Nəzər gələr. Gözlədim ki, Nəzər gələcək deyəcək, amma mənim həm də ad günüm idi. Demirdə həm də mənim ad günüm. Həmişə harda olur olsun, Nəzər gələr.